Sevmək adamı istər-istəməz sevdiyini oxşadır. Yaxşıdır, biz son günlərdə sevgidən danışaq. Çox yaxşıdır, çox lazımlıdır. Yavaş-yavaş başlayırsan, birini sevdinsə, fikir ver, mən görmüşəm, biri bir ruhanini sevir, çox sevir. Görürsən ki, yavaş-yavaş rəftarı, davranışı, danışı ona oxşuyur. Özündən asılı deyil o. Onu təqlid eləməyə başlayır, özündən asılı olmayaraq. Sevgi belə bir şeydir. Və böyükləri sevəndə ona görə ki, pak adamları sevin ki, pak adamlar kimi olacaqsınız. Yavaş-yavaş görəcəksən ki, Kərbəladan bir cür fəza var, hə? Adam Kərbəlaya gedəndə dillə ifadə eləmir də, həmişə o fəza orada hakimdir. Adam var ki, görürsən, İmam Hüseyin aşiqdir, yanından keçəndə görürsən, ondan həmin hava gəlir, həmin fəza gəlir. Çünki o məşuquna oxşamağa başlayıb. Dünyada dava bugün eşqlə, məhəbbətlə, egoizmin davasıdır. Biz deyirik din düşmənləri. Din düşmənləri kimdir? Din düşməni yəni məhəbbət düşməni. Sevgi düşməni.